Mən güya dağa çıxacaqdım. Bu gözəlliyi məni məftun elədi. Oturdum qəşəng bu gözəlliyə baxa-baxa. Özümlə yemək götürmüşdüm. Yeməyimi yedim. Baxın, mən o yuxarı yolla gəlmişəm. İndi bu aşağı yolla gedirəm. Dedim bir buralarda da lotkelərdə çəkim sizəm. Az çox təsəvvürünüz oldu da. Baxın, I love Alanya buradan. Dünən gəzdiyimiz dağ. Bu port. Bu yarmada. Bu yarmadadakı qala. Hər şeyi artıq təsəvvürünüz var. Bura gəlsəz qəşəng gəzə bilərsiniz. Özünlə çörək götürməlisən ki, yemək acıyanda tez yiyəsən. Yoxsa yeməsən, sonra gəzməyə enerjin qalmır, yorulursan və yemək yeri axtarırsan və necə gəldi bir yemək yeyirsən, tələsik açsan deyə. O da səni narahat edir. Ona görə ağılla hərəkət eləmək lazımdır. Ağıl ilə. Baxın, mənə bir dənə şey maraqlı gəlir. Burada yazılır ki, balıq ovlamaq təhlükəli və yasaqdır, icazə yox. Amma hamı balıq tutur, bu necə ola bilər? Yəni, qayda qanunu rəayət eləmirlər bunlar. Saymırlar. Başa düşmürəm. Bir gün bazar günüdür deyə plyajda adam çox ola bilər, yerlilər çox ola bilər. Gedək görək vəziyyət necədir. Hələ ki gəldim, çıxdım bu biri tərəfə. Bax, belə görünüşlə oturub qəşəng çay içə bilirsiniz. Bax, belə. Düzdür, biraz apaslıdır. Adam pullu suya düşə bilər. Biraz adama vahimə gəlir. Amma qəşəngdir. Qəşəng görünüşdə, hə? Belə oturursunuz və bu gözəl mənzərə ilə çay içirsiniz, yemək yiyorsunuz. Baxın, belə. Biraz elə bil burası sıxılıqdır, hə? Elə də xoş gəlmir. Belə çəkim sizə. Görəsiz mənzərəni. Ay Allah. Görürsünüz, qırmızı qala. Yuxarıdakı qala. Bu bütöv hamısı bir qalanın bir hissələridir. Və eyni cürdə video çəkən olanda kimsə gəlir, başlayır. Verin sizin üçün çəkim. Siz nə bilirsiniz mən nə istəyirəm? Sizdə olan məndəki qabiliyyət yoxdur axı. Çox çəkə bilənlər kimi. Gözəlliyə baxın. Bu gözəlliyə baxın. İndi rakursu dəyişəcəm. Hər rakursda gözəldir. Allah haqqı. İndi rakursu dəyişəcəm. Belə də baxın. Cəmaat oturublar, qəşəng yemək yeyirlər. Və burada da baxın,
bütün dağlar görsənir. Nə qədər restoranlar salınsa da, insanlar üçün gəzməyə yer qoyurlar. Bu çox gözəl göstəricidir. Nə olar, biz də götürək də o nümunədən. Görürsünüz necə mənzərə dəyişir, dağlar dəyişir. Bu qədər bu saat mənim qoluma dəyəcək, telefon düşəcək suya. Qoy bu sənlə keçsin. Arvad elə bildi, mən ona yol verirəm, xəbəri yoxdur ki. Mən telefonum üçün narahat idim. Aha. Baxın, burada belə skameykalar da var. Yəni bələdiyyənin qoyduğu. Yəni nə qədər restoranlar da olsa, insanlar üçün oturub istirahət eləməyə yer olmalıdır. Görürsünüzmü? Nə gözəl ya. Ay, gelirler balıklar yiyirler. Ya yapmıyor. Görürsünüz. Uşaq olan yerdən qorxuram ki, qoluma dəyməsin. Bəh, 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 bəh. Bu mənzərəni görürsünüzmü? Baxın, yeməkxanaların qırağı ilə yenə də insanlar üçün yol qoyurlar ki, insanlar bu gözəllikləri görsün. Bəh, 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 bəh. Bu mənzərəyə gedib baxmağa dəyərmi? Dəyər. Gəzdikcə gəzirsən, gəzdikcə gəzirsən. Arkada bütün dağlar görsənir, sıra dağlar. Və burada oturursan qəşəng, restoranda yeyirsən. Yeməkləri budur. Çipsi, takso, nə bilim, börək. Ay Allah, börək necə yağlı olur onlarda, dəhşət. Sosisli belə. Yəni gözəl mənzərədir, amma yeməklər heç nə. Gəzməli yerlərini görürsünüz. Hər yeri gəzmişik. Baxın, Qırmızı qalanı gəzmişik. Alanya sentri gəzmişik, Kastili gəzmişik. Köhnə şəhəri gəzmişik, Yarımadanı gəzmişik. Yəni biz özümüz gəzirik. Ekonom klas. Ve aynı zamanda da peki burada 5 dakika oturun. Bunlar usta oturmuyorlar ki. Burada oturun. Güzel manzaradır. İyi ki balıklar gelir. Şöyle yatırlar ve gelir. İyi ki balıklar. Geldiler. Ay Allah. Buradaki balık geldi yine. Hadi gidiyoruz. Şöyle yatan kimi. Ooo, görürsünüz nece yiyirler şöyle. Hadi anne. Ve manzaraya bakın.
baxmağa dəyərmi? Dəyərmi, əzizlərim? Dəyərmi? Bayaq sizə çəkdiyim xurmaları axırda çəkirdim. Oy, bu nə ya? Bu nə ya? Allah bu şəhəri sevərək yaradıb, sevərək. Baxın, qırmızı qalanın altında baxış yerinə gəlirik. Siz təsəvvür yaradasınız deyə biz indi hara gedək. Baxın, yenə biz bax ora gedəcəyik. Aha. Bu da görünüş yeridir. Görürsünüz nə gözəldir. Bir möcüzə. Baxın, bu qırmızı qala, bu liman, uzaqda dağlar və buradakı yarımada üstündə qalası ilə bir yerdə. Baxın, buradan belə keçirsən və buradan dəniz sahilinə çimməyə gəlirsən. Sadəcə olaraq biz burada çimməyi sevmirik, çünki bizim Kleopatramız var. Sadəcə olaraq buraları çəkirik, bu gözəllikləri çəkirik. Daha o tərəfə getməyə halım yoxdur. Gedirəm dağa dırmaşmadan, dağın başına fırlanaraq Kleopatraya gedirəm. Çünki yoruldum. Özünə zor etmək və əsəb keçirməyə ehtiyac yoxdur. Bu qədər, bugün bu qədər. Bütün gəzintilərin sonu haradır? Kleopatra plajı. Görürsünüz? Bax, yarımadan o bir üzündəydik. Dağa dırmaşa bilmədim. Yorğun oldum, nəsə gücüm qalmadı. Ancaq aşağı ilə yarımadan başına fırlandım, getdim, gəldim. Görüm sabah başqa cür gedərəm. Oranı da sizə göstərərəm. İndi mütləq çimmək lazım, dincəlmək lazım ki, axşam yenə çıxa bilək. Mütləq biraz dincəlmək lazımdır. Sahildə uzanmaq lazımdır. Dincələndən sonra gelirik çimməyə. Dənizə baxın, dənizə. Dəniz deyil, cənnətdir, cənnət. Burada relax obstanovka olur. Heç vaxt inanmazsınız. O qədər relax obstanovkadır ki burada. Vəsə, getdik dənizə çimməyə. Əvvəl biraz dincəlib, sonra çimməyə. İstirahət edib. Oteldə istirahət eləməkdənsə, harada istirahət eləmək lazımdır? Burada. Görürsünüz, hər bir zamanı düzgün bölüşdürmək bacarığı. Öyrənin. Bir bloger demişkən, yorum aparmayacağım ki. İnanmıram ki, bu yorğunluqdan sonra üzüb, gəzib, yorulandan sonra uzaq bir yerə getmək ola. Allah'ın da olsun. Bir xoşbəxtçilikdir ki,
düz dənizin yanında qalasan. Düz bir xoşbəxtlik. Öpürəm hamınızı.